Salam, hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. ATV Aktual efirdədir. Bugün cəmiyyətimizi düşündürən və hər bir ailəni yaxından maraqlandıran suallar ətrafında müzakirələr aparacağıq. Azad Azərbaycan Televiziyası və Teleqraf İnformasiya Agentliyinin suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova cavablandıracaq. Bahar xanım, xoş gördük. Təşəkkür edirəm, xoş gəlmisiniz. İlk sualımıza keçid alaq. Dünyada bugün ailə institutu qlobal və rəqəmsal təhdidlərə məruz qalır. Müasir tarixdə ailə dəyərlərinin bir sütun kimi dayanıqlığı olduqca vacibdir. Bəs ölkəmizdə necə? Bu risklər və təhdidlər necə qabaqlanır? Siz əlbəttə çox doğru vurğulayırsınız ki, bugün dünya rəqəmsal yeniliklər və çağırışlar baxımından özünün çox vacib bir dövrünü desək, transformasiya dövrünü yaşayır və Azərbaycan da bu məkanın bir parçasıdır. O baxımdan dünyada gedən, bu mühitdə gedən proseslər bizim həyatımıza, xüsusilə ailənin, insanların həyatına çox ciddi təsirlərini göstərir. O baxımdan bu məsələ bizim üçün təkcə sosial məsələlərin, sosial siyasətin hədəfi deyil. Bu həm təhlükəsizlik, informasiya məkanının qorunması və Azərbaycan ailəsinin gələcəyi məsələsidir. Baxımdan bu məsələ ətrafında Dövlət Komitəsi fəaliyyətini davam etdirir. Həm də nəzərə alsaq ki, Azərbaycan ailəsi tarix boyu öz milli dəyərlərini, ailə dəyərlərini hər zaman qoruyub. O cəmiyyətin istinadgahı, dayağı və milli kimliyimizi gələcəyə daşıyan, ötürən bir subyekt kimi çıxış etməkdədir. Bu baxımdan bu transformasiya onun da fəaliyyətinə, onun da həyatına təsir göstərir və Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən biri də bütün bunlardan ailəni kənarda tutmaq deyil də, onu o prosesə hazırlama işində yaxından iştirak etmək, öz səlahiyyətləri çərçivəsində ailənin möhkəmləndirilməsi və hər cür təhdidlərə qarşı dayanıqlığının artırılması istiqamətində səy göstərməkdir. Biz Azərbaycan Respublikasının digər aidiyyatı dövlət qurumları ilə birlikdə bu sahədə fəaliyyətimizi əlaqələndirilmiş və koordinasiya olunmuş şəkildə həyata keçiririk. Hesab edirəm ki, ailənin qorunması istiqamətində bugün qarşımızda duran vəzifənin həm müzakirə prosesi, həm irəliyə gedən proseslərdə qərarların öz zamanında və vaxtında verilməsi və onların da nəticələrinin düzgün dəyərləndirilməsi və qiymətləndirilməsi prosesidir ki, hesab edirəm biz gecikmirik, ailəni təhdid edən təhlükələri aradan qaldırmaq üçün əlaqələndirilmiş və koordinasiya olunmuş fəaliyyət göstəririk. Artıq neçə ildir ki, böyük qayıdış proqramı həyata keçirilir və bunun nəticəsində çox ailələr işğaldan azad olunmuş ərazilərinə, yurtlarına, yuvalarına qayıdırlar və orada yeni bir mühit formalaşır. Bu qırılan sosial bağlar da var. Çünki orada bu yeni qonşuluq siyasətidir, yeni mühitdir onlar üçün. Qırılan sosial bağlar necə bərpa olunur? Və bu istiqamətdə komitənin həyata keçirdiyi tədbirlər, layihələr nədən ibarətdir? Hal-hazırda bütün qurumların yerlərdə bu və ya digər şəkildə fəaliyyəti əlaqələndirilir və Dövlət Komitəsi bu istiqamətdə də ümumi fəaliyyət istiqamətlərimizə uyğun olaraq o əlaqələndirilmiş şəkildə yerdə fəaliyyət göstərir. Biz adaptasiya üçün əlbəttə ilk növbədə insanlara müraciət etmək lazımdır. Onların problemlərini bilmək lazımdır. Yeni məkanda hansı çətinliklərlə üzləşirlər? Mən düşünürəm, onların sosial-iqtisadi çətinlikləri o qədər deyil. Burada mənəvi məsələlər, yeni yurda öyrənmək, nəzərə alsaq ki, o ərazi də smart ərazidir, yeni rəqəmsal imkanlar var. Bəzən köhnə qohumlar bugün yeni qonşular kimi bir məkanda yaşayırlar. O baxımdan bu cür mənəvi məsələləri vaxtında aşkar etmək və vaxtında aradan qaldırmaq lazımdır ki, onlar ölkənin müxtəlif məkanlarında yaşadıkları zaman qarşılaşdıqları çətinlikləri, problemləri, o çətin situasiyalardakı ailə daxili problemlərini özləri orada daşımasınlar. Və mən onlarla görüşdə də ilk dəfə olaraq, onların bir qrupu ilə görüşəndə də xahiş etdim ki, çalışın, nə problemləri varsa onları köhnə yerdə qoyun. Bura ancaq yeni arzular, yeni istəklər, bu yurda qovuşmaq və bu yurdun fəal sakinin olmaqdan başqa sahibi olmağa çalışmaq. O baxımdan bax bu qarşılıqlı hərəkət prosesində, münasibətlərin hərəkəti prosesində onların daha dayanıqlı olması üçün mümkün olan layihələri düşünürük. Bu onlar üçün ilk növbədə
maarifləndirmə tədbirləridir ki, onlar yeni mühitdə həyatlarını necə qursunlar, yeni qonşuluqda ünsiyyəti necə aparsınlar, ailə daxilində, valideynlərin öz arasında və ailə üzvləri, xüsusilə uşaqlar arasındakı münasibətləri necə qursunlar ki, onlar bu məkanda töhfə verən insanlara çevrilsinlər. Bu baxımdan biz həm aidiyyəti qurumların müvafiq nümayəndələri ilə, həm də ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə bir sıra layihələr həyata keçiririk. Bu, həssas ailədən olan insanları əhatə edir, ailə başçısını itirmiş var, şəhid vermiş ailələr var. Bu və ya digər çətinliklə üzdə olan ailələr var. Yəni onların həm müəyyənləşməsi, həm onların problemlərinin ümumiləşdirilərək çıxış yolunun araşdırılması, həm də ki, komitənin gündəlik fəaliyyətində bu sahəyə yönəlmiş layihələrdə iştirakını təmin etməkdir ki, biz son 24-25-ci illərdə bu istiqamətdə fəaliyyətimizi genişləndirmişik. Son illər boşanmaların sayında kəskin artım müşahidə olunub. Hətta haşiyə çıxaraq deyə bilərəm ki, rastlaşdığım statistikalardan birində belə bir şey müşahidə elədim ki, evlənən hər 3 nəfərdən biri boşanır. Eyni zamanda nikahların sayında da azalma müşahidə olunur. Sizcə bunun səbəbi nədir? Yəni gənclərin evlənməyə marağının azalmasına hansı faktorlar təsir göstərir? Düşünürəm ki, biz də bu qlobal mühitin bir hissəsi kimi beynəlxalq aləmdə gedən qlobal transformasiyaların ciddi təsirinə bayaq dediyim kimi məruz qalmaqdayıq. Əslində mən düşünmürəm ki, Azərbaycanın ailə dəyərləri zəifləyib. Yox, tamamilə dəyişən mühitdə yeni tələblər, yeni şərtlər çərçivəsində buna yanaşmalar dəyişir. Əgər əvvəllər bizim adət-ənənələr daha çox rəhbər tutulurdusa, erkən yetkinlik yaşına çatan gənc oğlan və qızların ilk növbədə qarşıda duran vəzifənin evlənmək, ailə qurmaq məsələsi idisə, bugün tamamilə fərqli yanaşmalar var. Gənclərin özü yeni mühitdə yeni davranış sərgiləyirlər. İlk növbədə təhsil almaq prioritetdir. İstər qadın, istər kişi üçün. Gənc oğlan və qızlar ilk növbədə yüksək səviyyəli təhsil almaq istəyirlər. Və bu təhsil alma prosesi özü müəyyən qədər bunu gecikdirir. Üstəlik də fərqli formatda formalaşmış şuur səviyyəsi ailə qurmasına da fərqli yanaşır. Və əlbəttə ki, boşanmalar var və bu statistika bizi narahat eləyir. Eyni zamanda bu boşanmalara gətirib çıxaran müəyyən səbəblər də var ki, bu səbəblər bütün qurumların fəaliyyət istiqamətlərində nəzərə alınmalıdır. Amma gənclərin özünün yanaşması da diqqətə alınmalıdır. Biz əvvəlki kriteriyalarla bugünkü yeni qurulan gənc ailələrə yanaşa bilmirik. Amma eyni zamanda biz onları bu transformasiyaların axarına da buraxıb müdafiəsiz qoya bilmərik. İlk növbədə istinad etdiyimiz, yenə də söyləyirəm, bizim ailə dəyərlərimizdir. Yaxınlarımız, doğmalarımızdır, onların məsləhət, tövsiyə, yardımıdır. Eyni zamanda müvafiq dövlət qurumları bilirsiniz ki, artıq xeyli kifayət qədər alətlər var. Ailə qanunvericiliyinə çox ciddi dəyişikliklər edilib. Erkən evliliklərə son qoyulub, qohum nikahları aradan qaldırılıb. Artıq deməli bu düşüncə də transformasiyaya uğramalıdır. Və əgər əvvəllər ən yaxın çevrədən tanıdığın bir adama üst tutmalıydınsa, amma indi ailənin həm də bir məsuliyyət olduğunu gənclər dərk edir. Onlar düşünür ki, burada cavabdehlik qarşılıqlı olmalıdır. Ailədə hər iki valideyn ailənin həm rifahı üçün, həm qorunması üçün, həm də cəmiyyət həyatında iştirakı üçün birgə fəaliyyət göstərməlidir. Ailədə uşaqlar hər iki valideyn tərəfindən tərbiyə və diqqət altında olmalıdır. Biz ancaq statistika ilə bu məsələyə qiymət vermirik. 2020-ci ildən, yəni mən özüm işlədiyim zamandan söyləyirəm, amma ondan əvvəl də Dövlət Komitəsi bu sahədə bir sıra tədqiqatlar aparmışdı və biz müvafiq tərəfdaşlarımızla çox saylı ailə məsələlərini və bu sahədəki problemləri təhlil edən sosioloji sorğular və təhlillər aparmışıq və onun nəticələri dünyada gedən proseslərlə də səsləşir. Amma
bəzi hallarda ki, bu səsləşmə bizi qane etmir. Əlbəttə, biz onunla bağlı müəyyən tədbirlər görməliyik. O baxımdan müvafiq layihələri reallaşdırmağa çalışırıq ki, gənclər həqiqətən də ailə həyatına çox ciddi yanaşsınlar. Bu və ya digər zərərli tendensiyaların təsiri altına az düşsünlər və ailə daxilindəki məsələləri qarşılıqlı razılaşma, davranış mədəniyyəti, bir-birini anlama, bir-birinin mövqeyini qəbul etmə kriteriyasından həll etməyi bacarsınlar. Bəzən yüngül bir hadisə üzərindən əlbəttə ki, gənc bir ailə evliliyə son qoyur və bu özündən sonra nə qədər problemlər yaradır, onu biz bilirik, bir də cəmiyyət bilir. Yəni onu demək istəyirəm ki, cəmiyyətin özünün bu məsələyə reaksiyası xüsusilə təqdir olunanda diqqətə layiqdir. Çünki artıq Azərbaycan cəmiyyəti bütün formatlarda, xüsusilə də geniş qatıldığımız sosial şəbəkələrdə bu məsələ ilə bağlı çox ciddi mövqe sərgilir. Hesab edirək ki, tənzimləyici qaydalardan biri də budur və biz söylədiyim çətinliklərin aradan qaldırılması istiqamətində davamlı olaraq qanunverici təşəbbüslərlə çıxış edirik və bir sıra ailə məcəlləsi başda olmaqla ailənin rifahını və iqtisadi və sosial həyatını tənzimləyən qanunlara qədər müvafiq dəyişikliklər istiqamətində təşəbbüslər qaldırıb. Hesab edirəm ki, iqtisadi məsələlər də daxil digər problemlərin həlli üçün bu layihələrin müəyyən qədər təsiri vardır. Erkən evlilik məsələsi həqiqətən cəmiyyətimizdə çox ciddi narahatlıq yaradan məsələdir və bununla bağlı komitə tərəfindən o 1 yaş güzəş məsələsi artıq buna nail oldu, çox şükür və mən bilmək istərdim, həm bu keçən dövr ərzində nələr dəyişdi və göstəricilər əslində bizə nə deyir və ümumiyyətlə Azərbaycanda erkən evlilik məsələsində statistik göstəricilər nə yerdədir, biraz bu barədə və davamı olaraq da qohum evlilikləri məsələsi də artıq aradan qalxdı. Görünən mənzərə nədir? Nədən ibarət? Görünən mənzərə odur ki, bu sahədə ciddi dəyişiklik baş verməkdədir və biz artıq bunu müşahidə edirik. Bu da diqqətə layiq bir haldır. Doğrudur, statistika istənilən halda bizi qane etmir, amma oradakı o tendensiya, azalmaya gedən tendensiya onu göstərir ki, son 5 ildə erkən evliliklərlə əlaqədar ailə məcəlləsində nikah yaşının 1 il azaldılması ilə bağlı istisnanın ləğv olunması bu sahədəki cəhdlərin sayını kifayət qədər azaldıb. Və cəmiyyətin də buna aidi olan, yəni uyğun olan mövqeyini formalaşdırıb. O cümlədən 16 yaşına çatmayan şəxslərin evliliyinin təşkilinə görə də cinayət məsuliyyətinin müəyyən olunması artıq çəkindirici funksiya daşıyır və bu məsələlərə, bu davranışa yol verənlər mütləq şəkildə cəzalandırılır və digərlərinə də bu çox ciddi təsir göstərir. O cümlədən yetkinlik yaşına çatmayanlar üçün nişan, kəbin və yaxud da hansısa evlənməyə yönəlmiş tədbirlərin keçirilməsinə görə də ciddi cərimələr və daha sonra isə sərt inzibati cəzalar tətbiq olunur. Mənim inandığım odur ki, bir keçmiş parlamentari kimi maarifləndirmə öz yerində, çəkindirici tədbirlər, layihələr öz yerində, amma qanuni çərçivə mütləqdir. Və ya olar, ya olmaz məsələsi hansısa kiminsə şəxsi rəyinə görə 1 il icazə verək və yaxud da hansısa bir neqativ qanun pozuntusuna göz yumaq belə hallar olmamalıdır. Qanun öz sərt sözünü, öz sərt dili ilə deməlidir. İnsanlar da digər bütün qanunvericilik aktlarında müəyyən olmuş normalara əməl etdiyi kimi bu sahədə də normalara əməl etməlidir. Siz baxın, necə ola bilər ki, biz vurğuluyuruq ki, ailə cəmiyyətin əsasıdır. Bu həqiqətən belədir. Cəmiyyətin nüvəsində baş verən proseslər necə yalnız ailə daxili proseslər ola bilər? Bir halda ki, bu cəmiyyətdəki atmosferi müəyyən edir. Eyni zamanda cəmiyyətdəki insanlar arasında münasibətlərə mənfi təsir göstərir. Ona görə də qanuni düşüncəsi, hüquq düşüncəsi ilk olaraq ailədə qorunmalıdır. Erkən yaşdan hüquq düşüncəsi ailədə kim tərəfindən? Hüquq düşüncəsi olan valideynlər tərəfindən aşılana bilər. Və o da əgər həyatının ən vacib məsələsinə hüquqdan kənar, yalnız qaydalar, hansısa stereotiplər və ənənələr çərçivəsində münasibət bildirəcəksə, əlbəttə ki, burada məsələlər problemlə nəticələnəcək. Ona görə düşünürəm ki, bütün sahələrdə qaydalar olduğu kimi, buradakı qaydalar da ciddi şəkildə gözlənilməlidir və bu qaydaların tətbiqinə görə də cəmiyyət qınaq etməməlidir. Əksinə,
kim ki buna şərait yaradıb, ona yönəlmiş maarifləndirici tədbirlərə daha çox üstünlük verməlidir. Və mən sizə əmin edirəm ki, bundan sonra da hələ rəyini, yəni təşəbbüs qaldırdığımız, amma hələ ətraflı rəy toplamadığımız digər qanunverici təşəbbüslərimiz də var ki, onlar bu yaxınlarda yəqin ki, qəbul olunacaqdır. Son 5 ildə erkən evliliklər 5-6 dəfə azalıb. 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2022-ci ildə 2011 nəfər idisə, 2025-ci ildə 877 olub. Faiz nisbətinə çevirində 49,7% azalma var. Görürsünüz nə qədər dəyişiklik var. Eyni zamanda qohum nikahlarında 2025-ci ildə artıq 31,4%lik bir enmə, azalma müşahidə olunmaqdadır. Problemin köklü həlli əlbəttə ki, yalnız cəza mexanizmləri ilə kifayətlənməməliyik. Biz həm də bu sahədə innovativ həllər axtarmalıyıq. Bu baxımdan hazırda rəqəmsal transformasiyaya keçidlə bağlı olaraq Dövlət Komitəsi bu sahədəki fəaliyyətini idarə edə biləcək bir rəqəmsal panel üzərində işləyir, hansı ki, o sonra digər mərkəzləşmiş elektron sistemlərə də qoşulacaqdır. Belə hallarda hər iki sahədə ölkənin hansı regionda olmasından asılı olmayaraq baş verən hadisələrin o paneldə görünməsi, preventiv tədbirlərin görünməsinə ciddi imkan yaradacaqdır və həm də ölkədəki ümumi vəziyyəti ortaya qoyacaq ki, həqiqətən bu sahədə vəziyyət nə yerdədir ki, biz də bundan sonra buna yönəlmiş fəaliyyətimizi daha ciddi şəkildə planlaşdıra bilək. Digər bir önəmli məsələyə keçid almaq istərdik. Bu, abortların sayının artması məsələsidir. Ötən il, səhv eləmirəmsə, 2025-ci ildə rekord sayda abort qeydə alınmışdı. 95 mindən çox idi bu və ən təhlükəli vəziyyətlərdən də biri cins nisbətində yaranan disbalansdır, hansı ki, selektiv abortlardan söhbət gedir. Xüsusən oğlan uşaqlarına verilən bu üstünlük cəmiyyətdə, gələcəkdə hansı risklər, hansı təhdidlər yarada bilər? Ona verilən üstünlük bugünkü riski ortaya qoyub da, yəni biz görürük ki, o nələrə səbəb ola bilir. Əgər demoqrafik balansda qızların hesabına azalma gedirsə, bu bilirsiniz, bir 15-20 ildən sonra nəyi ortaya qoyacaq? Cəmiyyətdə qadınların sayı kəskin şəkildə aşağı düşəcək. Deməli, doğum sayı da azalacaq. Demoqrafik vəziyyət daha da çətinləşəcək. Bu baxımdan, yəni biz apardığımız statistikanın nəticələrinə baxarkən bir daha vurğulamalıyıq ki, ötən il 2025-ci ildə bu nisbət 100-ün 113 olmuşdu. Amma normalda 100-ün 105-ə, 106-ya olmalıdır. Hətta bu 114-115-ə də çatdığı zamanlar var idi son 5 ildə, indi 113-ə gəlib. Baxmayaraq ki, biraz geri gəlmişik, amma yenə də bütün dünyada bu sahədə öndə gedən ölkələrdən biriyik və bu təkcə narahat edici deyil, həm də düşündürücü bir nəticədir. Biz davranışımızı dəyişməliyik. Biz münasibətimizi dəyişməliyik. İndi təsəvvür edin ki, ailədə qız uşağının doğulmasına fərqli münasibətlər hansı təsirləri yaradır? İlk növbədə ailənin içərisində. Bu ilk növbədə qadına təzyiqdir. O öz bağrından gələn, öz canından doğula biləcək bir uşağı qız olduğuna görə məhv eləməlidir. Ona görə də biz bununla bağlı çox ciddi qanunvericilik təşəbbüsləri üzərində işləyirik. Çox təəssüf ki, hələ mən parlamentdə olduğum 2010-cu ilə qədər olan dövrdə reproduktiv sağlamlıq haqqında qanun qəbulunu gündəmə gətirmişdik və çox təəssüf ki, o zaman o alınmadı. Ondan sonra keçən müddətdə digər başqa məsələlər ki, cəmiyyətin müəyyən kəsimlərini narahat edir, o məsələlər orada tamamilə aradan qaldırılıb. Amma son il yarımda biz Səhiyyə Nazirliyi ilə birlikdə bu qanun üzərində yenidən işləmişik. O qanunda bir sıra müddəalar nəzərdə tutmuşuq bununla bağlı. İlk növbədə dölün cinsinin, uşağın cinsinin valideynlərə deyilməsinin qadağan olunması məsələsi var orada. Eyni zamanda hətta bunu öyrəniblərsə, onu qız olduğuna görə ondan imtina etməyin də qadağan olunması və bu ciddi məsuliyyət yaradır. Hətta bütün bu qaydalara baxmayaraq, hansı həkim yenə də valideynin qadın olmaya da bilər o, digər bir valideynin də istəyi ilə
bu hərəkətə yol verib, onu məhv edirsə, onda həkim üçün çox ciddi və ağır cəzalara gətirib çıxaracaq. Yəni bu bizim təklifimizdir. O lisenziyanın ləğv olunmasından tutmuş cinayət məsuliyyətinə qədər cəzalana bilər. Ona görə də mən düşünürəm ki, bu məsələləri bu qədər çox müzakirə etməkdənsə sürətli şəkildə bu qanunu qəbul etmək lazımdır. Və mətbuatın üzərinə düşən vəzifə də ondan ibarətdir ki, siz bu qanunun qəbuluna mane olan stereotiplərin aradan qaldırılmasına yönəlik kontentlərin üzərində, məzmunların üzərində işləməlisiniz. Siz müvafiq, əlbəttə ki, mütəxəssislərlə, dövlət qurumları nümayəndələri ilə, elə sizin təmsil etdiyiniz mətbuat orqanlarının idarə etməyə cavabdeh şəxslərin o proqram tərtibatı zamanı bu məsələyə xüsusi yer verməsi ilə və gündəlik televiziya ekranından hamının dinlədiyi verilişlər çərçivəsində sosial çarxların yayımlanması ilə bu məsələyə münasibətin formalaşdırılmasına töhfə verməlisiniz. Başqa şəkildə bu mümkün deyil. Kimsə gəlib bunu bizim əvəzimizə etməyəcək. Və qanun qəbul olduqdan sonra kimlərisə cəzalanmasındansa ona qədər bu kimi hallardan əl götürmək və dünyaya gələsi bir körpəni cinsinə görə həyatdan məhrum etmək olmaz. Bu nə Allahın qanunlarına uyğun gəlir, nə də ki, dövlətin qanunlarına, nə də insanlıq dəyərlərinə uyğun gəlir. Ona görə mən sizinlə razıyam ki, bu çox demoqrafik, ciddi bir risklə üz-üzə qoya bilər bizi, əgər biz vaxtında bu addımları atmasaq. Amma biz də mövqeyimizdə çox israrlıyıq, qanunun qısa müddətdə qəbulu ilə bağlı səylərimizi artıracaq. Ən çox məişət qurbanları uşaqlar və qadınlardır. Və bu aspektdə bir fikir də var. Ailə daxilində olan məsələlər çölə çıxmalı deyil və ailənin içində qalmalıdır. Ailə məsələsi kimi bu təqdim olunur və təəssüf olsun ki, həmin qadınlar səs çıxarda bilmirlər. Bu düşüncəni dəyişmək üçün nə etməliyik? Və üstəlik də bu qurbanlarla bağlı, onların müdafiəsi ilə bağlı indi mövcud olan mexanizmlər kifayətdirmi? Yəni, daha nələri etməyə ehtiyac var? Siz doğru vurğuladınız ki, ailədəki mühit, oradakı insanların təhlükə ilə üz-üzə olduğu haldakı vəziyyətini müəyyən edir. Bəzi halda elə onun təhlükəli vəziyyətini müəyyən edir. İnsanlar ən çox qorunmalı olduqları bir mühitdə təzyiqə, şiddətə məruz qalırlar, özü də kim tərəfindən? Yaxınları və doğmaları tərəfindən. Bu, mənəvi cəhətdən deqradasiyaya uğramaq deməkdir. Bunun müxtəlif səbəbləri ola bilər. Nə səbəb olursa olsun, nəticəyə haqq qazandırmır. İstər qadın, istər uşaq ailə içində təzyiqə məruz qalmamalıdır. Amma bu demək deyil ki, ailədə kişilər təzyiqə məruz qalmır. Kişilər də müəyyən qədər var, amma müqayisədə o çox kiçik rəqəmdir və hansısa təsadüflərin nəticəsi kimi meydana çıxır. Bir qayda olaraq qadınlar və uşaqlar təhdid altında, təhlükəsizlikləri təhdid altında ola bilir və bunu da məişət zorakılığı deyilən bir termin qoyulub. Terminin özünü işlətmək insanın hüquqlarını pozur sanki. Mən o sözü işlətməkdən çox çəkinirəm. Çox az işlədirəm bu sözü. Amma 2010-cu ildə qəbul olmuş bizim bir qanunumuz var, məişət zorakılığı haqda qanun. Bir çox ölkələrdən əvvəl bunu qəbul etmişik və ötən müddət ərzində də bu istiqamətdə xeyli bir yol getmişik. Amma yenə də düşünürəm ki, bu qanunun müvafiq müddəalarının dəyişməsinə ehtiyac var. Və biz onunla da bağlı əlaqədar tərəfdaşlarla müəyyən qanunverici təşəbbüslərimiz var. Düşünürəm ki, cəmiyyətin bu məsələyə münasibəti onların qəbulunu daha da sürətləndirə bilər. O baxımdan bu da müvafiq bir çərçivədə, standart içərisində olmalıdır. Hansısa bir ailədə baş verən zorakılığın dərhal bütün ölkə miqyasında bəyan edilməsi, qurbanın adı, şəkli, hadisənin baş vermə səbəbləri, baş vermə yeri, hətta zədələrin nə dərəcədə, dərin nə dərəcədə ağrılı olub olması barədəki məlumatların ictimaiyyətə çatdırılması qətiyyən yol verilməzdir. Və bu heç bir kriteriya uyğun gəlmir. Nə sosial işin, nə insan hüquqları kriteriyaları baxımından heç nəyə uyğun gəlmir. Çox təəssüf ki, televiziyalarda, sosial şəbəkələrdə bu kimi məsələlər daha tez-tez nəzərə çarpır və bunun özü də cinayət haqqında çox danışdıqca ona bənzər hadisələr daha çox baş verir. Bunlar sanki bir zəncirvari reaksiya doğurur. İntihar haqqında nə qədər çox danışırsan, nə qədər onun formalarını təsvir edirsən, o qədər onların təkrarlanması baş verir. Ona görə bu kimi məsələlər spesifik səlahiyyətləri, imkanları
olan, bacarıqları olan şəxslərin məşğul ola biləcəyi işdir. Cəmiyyətin üzərinə düşən vəzifə isə bu barədə məlumatlandırma. İctimaiyyəti yox, aidiyyəti qurumları. Yönləndirmə. Yəni kimsə bu barədə müraciət edə bilmirsə, o qaynar xəttə onun adından müraciət etmək olar. Quruma bizə çıxmaq olar. Sosial şəbəkələr üzərindən e-mail ünvanlara yazmaq olar. Açıq-aşkar bu məsələləri ortaya qoymadan anındaca buna reaksiya veriləcək. Yəni Dövlət Komitəsinin fəaliyyəti, gündəlik fəaliyyəti belə hallarla doludur. Amma onlar o statistikaya daxil edilmir. Ona görə ki, onların vaxtında qarşısı alınır və hadisə gəlib o yerə çıxmır. Sığınacaqlar, müvəqqəti saxlama yerləri, yönləndirmə yerləri, hansı ki, heç bir hay-küy salmadan, heç sonra onun ailəyə qayıtması ilə bağlı problem də yaranmadan bu məsələləri həll etmək olur. O sığınacaqlar kifayətdirmi? Biz yəni hər zaman onu araşdıranda çox az sayılarla onu qarşılaşırıq. Əlbəttə, regionlarda buna ehtiyaclar var, bəli, və biz də hesab edirik ki, baş vermiş hadisələrin miqyasına görə onların sayı artırılmalıdır. Aidiyyəti qurumların planında regionları əhatə etməklə bu sığınacaqların yaradılması planları var. Amma bu hamısı dövlətin üzərində ola bilməz. Görürsünüz ki, bütün dünyada qeyri-hökumət təşkilatlarının, müvafiq fondların, qrant layihələrinin hesabına belə mərkəzlər açırlar və cəmiyyət həqiqətən də real dəstək verir bu prosesə. Cəmiyyət özü, qeyri-hökumət təşkilatları bu məsələni qaldırır, ictimaiyyət də onlara dəstək verir. Yəni hesab edirəm ki, bu cürdə bu prosesə töhfə vermək olar, amma mütləq şəkildə razıyam sizinlə ki, müəyyən qədər burada problemlər var və biz təkcə problemlər bunda deyil, təkcə həm də o sığınacaqlardakı göstərilən xidmətin xidmət meyarlarına uyğunluğu məsələsi. Biz bununla bağlı meyarlar üzərində də işləyirik. Dövlət tərəfindən verilən rəsmi mühafizə orderləri barədə nə demək mümkündür? Ümumiyyətlə bu məsələdə boşluqlar hardadır, nədən ibarətdir? 24-25-ci ildə qanunvericiliyə etdiyimiz dəyişikliklərin bir qismi də məsələnin bu aspektdə yenilik gətirdi. Ən əsası mühafizə orderlərinin verilməsində imperativlik müəyyən olundu. Bilirsiniz, burada müddətlər, zaman çox böyük rol oynayır. Qısa müddətli mühafizə orderləri var, uzun müddətli mühafizə orderləri var. Bu məsələnin bir tərəfidir, amma onların hansı müddətdə ehtiyacı olana təqdim olunması məsələsi problemli idi. Biz bununla bağlı müəyyən addımlar atdıq. Qanunverici təşəbbüslərimiz dəstəkləndi. Təkcə 2025-ci il üçün son 433 nəfərə mühafizə orderi verilib. Bunun da 402-si qadınlara, 31-si isə kişilərə verilib. Zorakılıq törədənlər üçün reabilitasiya tədbirlərinin artırılmasına ehtiyac var. Kimsə zərər verir, kimsə də zərər görür. Biz zərər verəni müdafiə etməklə zərər verəni öz yolundan döndərə bilmirik. Ona görə də proqramlar daha çox buna yönəlməlidir. Buna yönələn proqramlar isə maliyyə tutumlu proqramlardır. Və onlar mütləq şəkildə büdcə planlarına daxil edilməlidir. Bu cür zorakılıq törədənlərin şəbəkəsinin müəyyən olunması, onlar aşağı-yuxarı bəllidirlər, müəyyən olunması və onların bu prosesə cəlb olunması ki, nədən onlar bu zorakılığı törədirlər? Onlar nədən öz yaxınlarının doğmalarına şiddət göstərirlər? Onlara yönəlmiş tədbirlər qurbanlara yönəlmiş tədbirlərdən qat-qat effektlidir. Ona görə də mən düşünürəm ki, biz ağırlıq mərkəzini bu tərəfə keçirməliyik. Əlbəttə ki, zərər çəkmiş şəxslərin hüquqlarının qorunması da elə o mühafizə orderlərinin verilməsi ilə başlanır. Əgər o vaxtında dərhal verilirsə, onda problemin qarşısını almaq olur. Burada müddət 24 saatdan 5 günə qədərdir. Vacib olduğu halda 24 saat dərhal 24 saata dək, hətta o da 24 saatın bitməsini də gözləmək lazımdır. 24 saata dək verilə bilər və 5 gün ərzində bu qərarlar verilə bilər. Bu olduğu təqdirdə artıq ondan sonraki proseslər qurbanı qoruyur. Amma mühafizə orderinin müddəti başa çatdıqdan sonra o qurbanın o evə qayıtması, yenidən o təzyiqlərlə üz-üzə olması, zərər çəkənin də onun qayıdışını gözləyərək öz əməlini davam etdirməsi istəkləri olduqda, əlbəttə ki, residiv hadisələr baş verir və çox təəssüf ki, ölümə qədər gedib çıxır. Ona görə düşünürəm ki, Cinayət Məcəlləsində məişət zorakılığının törədilməsinə dair hərəkətlərin kriminallaşdırılmasına ehtiyac var. Bununla bağlı biz müvafiq təşəbbüsü hazırlamışıq
və cəmiyyətin, qanunvericilərin onu qəbul etməsi anını gözləyirik. Uzun illərdir ki, Uşaq Qaynar Xətti fəaliyyət göstərir və ora biz də vaxtaşırı sorğular nəticəsində müəyyən məlumatlar əldə edirik. Amma sizin də fikriniz önəmlidir. Bura müraciət edən uşaqlar daha çox nədən şikayətlənirlər və onların şikayətinə hansı formada reaksiya bildirilir? 116-111 Uşaq Qaynar Xəttimiz fəaliyyət göstərir və çətin vəziyyətdə olan uşaqlar gündəlik bura müraciət edirlər. Müşahidə etdiyimiz odur ki, əgər son 25-ci ilin statistikasını desək, burada 5520 müraciət daxil olub uşaqlarda. Bunun özü, yəni uşaqların özündən, orada uşaqların adından müraciət edənlər də var, amma uşaqların özü müraciət edərək bu məsələlər, bunun özü artıq hüquqi şuurun formalaşdığını və nə etmək lazım olduğunu daha çox bilənlərin artdığının göstəricisidir. Amma bunun digər bir tərəfi də var. Digər kəsim insanlar söyləyə bilər ki, bu ailə daxilində qarşıdurmanı gücləndirə bilən hərəkətlər ola bilər. Sonra bu bir-birindən şikayət edənlərin bir ailədə yaşaması nə dərəcədə mümkün ola bilər. Əslində burada da hüquq düşüncəsi bizim köməyimizə gələ bilər ki, o hadisəni bilməyərəkdən törədənlər bunu bir daha törətməyin mümkünsüzlüyü qənaətinə gəlməlidirlər nəhayət. Əgər övlad özünə ən yaxın ana, ata və yaxud da digər doğmaları barədə gördüyü təzyiqdən və yaxud da qısnamadan müvafiq quruma müraciət etmək məcburiyyətində qalırsa, deməli bu böyükləri düşündürməlidir. 823-ü sosial dəstək istəyib. 808-i isə zorakılıq məsələləri ilə bağlı olub. Gör, zorakılıq azdır. Bəli. Daha çox uşaqlar psixoloji gərginlik içində olanda dəstək üçün müraciət edirlər bura. Çox zaman isə bunu ailədən şikayət kimi qələmə verməyə çalışırlar. Professional, peşəkar xidmət başqa şeydir. Yəni 5 yaxın dostun məsləhətindənsə bir mütəxəssisin ona aidiyyəti üzrə məsləhəti onu daha doğru yola yönəlməyə, psixoloji gərginlikdən çıxarmağa imkan yaradır. Ona görə düşünürəm ki, ailələr daha çox özləri bu təşəbbüsdə bulunaraq, hansısa bir problem varsa, uşağı ilə birlikdə psixoloji xidmət imkanlarından istifadə etməlidir ki, məsələlər gəlib qaynar xəttə çıxmasın. Bu baxımdan düşünürəm ki, uşaqlar təkcə bundan yox, həm də bir-birinin təzyiqindən, daha çox da bullying, məktəblərdəki bullying hallarından şikayət edə bilirlər. Özləri bilirsiniz ki, bu həmyaşıd uşaqların arasında baş verən yeniyetmələr arasında xüsusilə bu olur. Bahar xanım, Milli Məclisdə gender bərabərliyinin təminatları haqqında qanunun icrası ilə bağlı Dövlət Komitəsinə məlumatı təqdim olunub. Ümumiyyətlə, qadın hüquqlarının müdafiəsi istiqamətində nailiyyətlər gözə çarpandı. Bəs son 6-7 ilin sənədlərində hansı məsələlər öz əksini tapıb və gələcək üçün nələr nəzərdə tutulur? Mən sizə deyim ki, bu Milli Məclisdə qəbul olunan gender bərabərliyinin təminatları haqqında, qadın-kişi bərabərliyinin təminatları haqqında qanunun 20-ci maddəsi ilə tənzimlənir və Dövlət Komitəsi artıq 7-ci məlumatı Milli Məclisə təqdim etmişdir. 20-ci maddənin müəyyən etdiyi istiqamətlər üzrə deməli 66 mərkəzi, 77 yerli icra hakimiyyəti orqanının Naxçıvan Muxtar Respublikasında daxil olmaqla, o cümlədən Vətəndaş Cəmiyyəti İnstitutları, qeyri-hökumət təşkilatları şəbəkəsi, mətbuat idarə edən qurumların təqdim etdiyi məlumatlar, son dövrlər artıq banklarda, böyük iqtisadi strukturlarda, biznes qurumlarında gender məsul şəxslərin təyin olunması nəticəsində və bu qurumların da fəaliyyətində qanunun müəyyən etdiyi istiqamətlər üzrə fəaliyyətlərə dair məlumatları biz toplayırıq və getdikcə məlumat datası genişlənir və sonuncu 300 səhifəyə qədər idi və deyim kifayət qədər sıxlaşdırılmış bir şəkildə tərtib olunmuşdur. Ən əsası biz bu sahəni diqqət və nəzarət altında saxlamağa başlamışıq və cəmiyyətin bütün tərəfləri bu prosesə qoşulub. Xüsusilə parlamentdə məlumatın təqdim edilməsi hər il, bu hər ölkədə olan bir fəaliyyət növü deyil. Çox az ölkədə, mən heç bir
ikinci bir ölkə tanımıram ki, onlarda hər il məsələn gender bərabərliyinin vəziyyətinə dair ölkədə qanunların və mexanizmlərin icrası nəticələrinə dair belə məlumatlar ilbəil təqdim olunsun. Əsas 3 mühüm istiqaməti əhatə edir bu məlumat. İlk növbədə gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin istiqamətləri və dövlətin vəzifələrinin icrası ilə bağlı. Gender bərabərliyinin cəmiyyətin müxtəlif sahələrində, iqtisadi, siyasi və sosial sahədə icrası vəziyyətinə dair, o cümlədən əldə edilmiş nəticələr və gələcəyə yönəlmiş perspektivlər barədə tövsiyələr və fikirləri əhatə edir. Orada bizim təqdim etdiyimiz tövsiyələrin bir çoxu artıq qanunverici təşəbbüs kimi qəbul olunub. Kiçik və orta sahibkarlıq fəaliyyətində balans daha çox kişilərin tərəfindədir. Və təbii ki, bunun obyektiv və subyektiv tərəfləri var, amma qadınların bu sahədə rolunu artırmaq üçün, onları bu sahəyə cəlb eləmək üçün hansı mexanizmləri şərt hesab edirsiniz və yaxud da bunun üzərində çalışırsınız? Necə görürsünüz bu məsələni? Sizin dediyiniz vəziyyətin rəqəmlərdə ifadəsinə gəlsək, deməliyik ki, kişilər bu sahədə 54, qadınlar 31 və birgə mülkiyyət sahibləri 15% təşkil edir. Bunun da əsas səbəbi ilk növbədə biznesə başlamaq üçün ilkin kapitala malik olub olmamaqla bağlıdır. Bir qayda olaraq mülkiyyət ailə başçısı kimi əksər hallarda kişilərin adına olur və qeydiyyatda da onların adı keçir. Bəzən bəlkə elə vaxtlar da var ki, o biznesi qadınlar idarə edir, amma mülkiyyət sahibi kimi müraciətlər mülkiyyət sahibinin adından olur. Bu da statistikaya müəyyən təsir göstərə bilir. Amma bu bir faktdır ki, qadınlar kişilərə nisbətən daha az imkanlara malikdirlər. Həm mülkiyyət sahibliyi baxımından, həm bu prosesə qatılmaq baxımından, istək və imkanlar baxımından o da özünü bu rəqəmlərdə göstərir. Hazırda sahibkarların içərisində qadınlar 24% təşkil edir. Bunun özü artım, yəni hər il artım tendensiyası mövcuddur. Aqrar sahədə də bu artım hiss olunmaqdadır. Elektron kənd təsərrüfatı sistemində onlar qeydiyyatdan keçirilir, bilirsiniz. O şəbəkədə 191 mindən çox qadın fermer qeydiyyatdadır. Bunun özü də artıq çox yaxşı müsbət nümunələrin olduğunu göstərir. Təkcə 2025-ci il ərzində 89.600 qadın fermer dövlətdən subsidiya alaraq öz təsərrüfatını genişləndirib. Bələdiyyələrdə qadınların təmsilçilik faizinin artması əslində müsbət bir dəyişiklikdir. Bələdiyyə sistemində qadınların sayının artması hansı pozitiv dəyişikliklərə gətirib çıxarıb? İstənilən sahədə olduğu kimi, burada da bir halda ki, bu seçkili orqandır. Azərbaycanda qadınların sayı kişilərdən daha çoxdur. Seçkidə iştirak edən, səs verən, bu prosesdə vəzifələr yerinə yetirən də daha çox qadınlardır. Və məlumatlandırma, qanunları maarifləndirmə, onlara hüquqlarını və öhdəliklərini başa salma prosesində də qadınlar daha çox iştirak etdiyindən hesab edirəm ki, onların tam haqqı var ki, bu prosesdə öz imkanlarına uyğun təmsil olunsunlar. Amma bu başqa məsələ ki, onların seçilmək kimi bir istəkləri varmı, yoxmu? Dövlət Komitəsi bax bu aspektdə qadınların maariflənməyə cəlb olunmasına yönəlik fəaliyyətlər sərgiləyir. Qadınlar namizədliklərini ilk növbədə irəli sürməlidirlər ki, onlar da seçilsinlər. Nə qədər az irəli sürürsən, o qədər də az qadınlar orada təmsil olunacaq. Ona görə də daha çox insanlar, qadınlar özlərini sınamağa güc hiss etməlidirlər. Bax, bunun üçün dövlət qurumları və vətəndaş cəmiyyətinin birgə layihələri faydalıdır. Bələdiyyə yarandığı vaxtdan keçən müddət ərzində 39%-ə çatıb qadınların orada təmsilçiliyi və bələdiyyə aparatlarında da, idarəetmə aparatlarında da qadınlar çox işləyirlər və fəal könüllülər də qadınlardan ibarətdir. O baxımdan bu şəbəkənin gələcək perspektivdə daha çox təmsil olunma şansları var. Bir çox hallarda
qadınların düşdüyü o həssas vəziyyəti onun qadın olması ilə əlaqələndirərək daha gücsüz, daha zəif, rəqabətə daha az davamlı kimi təqdim etmək hallarına biz rast gəlirik. Bu və ya digər neqativə münasibət bildirmək istəyəndə də onu qadın faktoru, qadın misalı üzərindən etməyə cəhdlər var ki, bu qətiyyən yol verilməzdir. Ümumiyyətlə, yaxşı olan nə varsa güclü tərəfin, zəif olan nə varsa zəif tərəfin üzərinə qoyulması doğru deyil. Hesab edirəm ki, biz bu istiqamətdə də fəaliyyətimizi genişləndirməliyik ki, pozitiv qadın nümunələri, örnəkləri cəmiyyətə çatdırılsın. Nə qədər biz onlara zəif örnəkləri təqdim edəcəyik, onlar o qədər çəkingən olacaqlar. Ona görə bizim sizinlə birlikdə çox işimiz var. 2026-2028-ci illərdə Milli Fəaliyyət Planı çərçivəsində region qadınları ilə bağlı, onların iqtisadi asılılığını azaltmaq üçün hansı dotasiyalar nəzərdə tutulur, maliyyə inklüzivliyi, bu tədbiqlər nələrdən ibarət olacaq və nələr düşünürsünüz bu barədə? Bilirsiniz ki, ötən il Cənab Prezident gender bərabərliyi üzrə 26-28-ci illər üzrə fəaliyyət planını təsdiqlədi. Mənim bayaqdan vurğuladığım bir sıra problemli məsələlər, onların aradan qaldırılması yolları, iqtisadi, sosial, siyasi aspektdən, o cümlədən qanunvericilik, tənzimləmə baxımından məsələlərin hamısı o layihədə əksini tapıb. Proqramın tam şəkildə icrasından sonra biz adını çəkdiyim sahələrdə bir sıra irəliləyişləri görəcəyik. Amma bu proqramın əsas yükü nəyin üzərindədir? Əlbəttə, qadınların məşğulluğunun ilk növbədə dəstəklənməsi. Mikro deməli, iqtisadi və idarəetmə təməllərinin bu proseslərin təşkili baxımından da proqramlar, layihələr orada müəyyənləşdirilib ki, kiçik bizneslər üçün maliyyə imkanlarına çıxışın təmin olunması və o imkanların da yaradılması. İş axtaran və işsiz qadınların hüquqlarının qorunması ilə bağlı, imkanların artırılması ilə bağlı bir fəaliyyət planında müvafiq müddəalar var, istiqamətlər var və biz onları ardıcıl şəkildə yerinə yetirəcəyik. İnanıram ki, bundan sonra növbəti proqram əlbəttə ki, yenə işləyəcəyik, amma bu bizi bir xeyli miqdarda irəliyə atacağına əminəm. Komitə tərəfindən qadınların, qızların təhsili, cəmiyyətdə irəli çəkilməsi ilə bağlı hansı istiqamətdə işlər görülür və bizi nə kimi yeni layihələr gözləyir? Qadınlar ilk növbədə təhsilli olmalıdır. Əgər hansısa sahədə uğur qazanmaq istəyirsənsə, mütləq təhsil, tam orta təhsil almalısan, imkanlarından və istəyindən asılı olaraq ali və orta ixtisas təhsili ala bilərsən, peşə yönümünü doğru düzgün seçə bilərsən, cəmiyyət üçün faydalı olmağın aşağı-yuxarı səviyyəsi yoxdur, hər biri əhəmiyyətlidir. O baxımdan bunu peşəkarcasına və təhsillə çərçivələnmiş qaydada reallaşdırmaq lazım. İlk növbədə qızların təhsildən yayınmasının qarşısını almaq. Bilirsiniz ki, müəyyən stereotiplər var hələ regionlarda. Qızların təhsilinə daha az dəstək, daha az maliyyə qoymaq kimi belə bir davranış və mövqeləri var. Eləcə də ona qoyulmuş sərmayənin gələcəkdə fayda gətirməyəcəyinə inananlar var. Bir qism təbəqə insanların belə bir düşüncə tərzi var ki, buna sərmayə qoymaq oğlana qoyulan sərmayə qədər də əhəmiyyətli və vacib deyil. Bu da yenə selektiv yanaşmanın, cinsi ayrı seçkiliyin çox xoşagəlməz bir nümunəsidir ki, ortadadır. Ona görə də mən fürsətdən istifadə edib bir daha valideynlərə müraciət etmək istəyirəm ki, indi özdə zamanıdır. Qızlarınızı mütləq şəkildə həm orta məktəbdə yaxşı oxumağa, həm də ali və orta ixtisas təhsili almağa yönləndirin. Qoyun onlar təhsilli bir mütəxəssis olsunlar. Əgər onlar hansısa bir sahədə peşəkarcasına işləməyəcəklərsə də, amma peşəkar ana olacaqlar. Biz bu barədə tarixdən gələn bir ənənəmizə sadiq çıxmışıq. Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin 110 illiyi ərəfəsində biz qızların təhsilinə dəstək layihəsi ilə çıxış etdik. İlk vaxt çox az sayda qızlar bu prosesə cəlb olunmuşdu, dəstək də az idi. Amma vurğulamaq lazımdır ki, Təhsil Nazirliyi ilə növbəti ildən bu sahədə atdığımız birgə addımlar artıq
çox populyar olan bir layihəni ictimaiyyətə təqdim etməyə imkan verir. O artıq getdikcə genişlənir və çoxsaylı proqramlar, təqaüd proqramları ora əlavə olunur. Qızların təhsilinə dəstək layihəsindən son vaxtlar 300 nəfər elə komitənin təqdimatı ilə yararlanıb. Hənifə Məlikova Zərdabi adına qızların təhsilinə dəstək təqaüd proqramımız Arzumuz var proqramı 2025-ci ildə ilk dəfə keçirdiyimiz məzun günü layihəmiz var ki, bu layihənin ictimaiyyətə təqdimatında çox böyük rol oynayır. Eyni zamanda şəhid xanımların təhsilinə dəstək layihəmiz fəaliyyət göstərir. Biz 34 nəfər şəhid xanımı bu layihədən yararlanır. İlk məzun gününü keçirmişik. Bu il ikinci məzun günümüzü keçirəcəyik. 100-ə qədər məzunumuz olacaq bu il. Onlar içərisində də kifayət qədər şəhid xanımları var, şəhid ailələrindən olan xanımlar var. Mən düşünürəm ki, bu çox yaxşı bir layihədir. Mən bütün qızlara güclü, savadlı və bilikli olmağa çağırış edirəm və bizim təqaüd proqramlarımızdan istifadə etməyə dəvət edirəm. Prezident İlham Əliyev öz çıxışları zamanı Ailə İnstitutunun milli mənəvi dəyərləri təsiri və həmçinin sağlam gələcəyimizin formalaşmasındakı rolunu hər zaman vurğulayır və Türk dünyası ortaq dəyərlərin təşviqi ilə bağlı çıxışlar eləyir. Və bu çərçivədə də Ailə Qadın Komitəsi Türk Dünyası Dövlətləri Təşkilatı ilə həmçinin də Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsi çərçivəsində bir sıra layihələr həyata keçirmisiniz və o çərçivədə bilmək istərdim. Nələr, bəlkə də elə özünüz sadalayarsınız, hansı tədbirlərdir və bunun ölkəmiz üçün faydası və nəticələri nədən ibarət olacaq? Bu haqda istəyərdim biraz məlumat verəsiniz. Əlbəttə, bu bizim qürur duyduğumuz istiqamətlərdir, deyim sizə. Azərbaycan bilirsiniz ki, İlham Əliyevin liderliyində bir çox beynəlxalq formatlarda o formatların beynəlxalq standartlara uyğunlaşması prosesinə böyük töhfə verib. Türk Dövlətləri Təşkilatı və AGM müşavirə bu sahədə diqqətə layiq bir yer tutur. Mən sizə deyim ki, Türk Dövlətləri Təşkilatının elə bir fəaliyyət sferası yoxdur ki, orada bu ölkələrin qarşılıqlı əməkdaşlığına dair çoxsaylı misallar gətirməyək. Ailə və sosial sahəyə cavabdeh olan nazirlərin ikinci toplantısını Azərbaycanda təşkil etdik, yüksək səviyyədə. Bu mövzuda müasir cəmiyyətdə qadınların rolu və dayanıqlı inkişaf ilə yanaşı ənənəvi dəyərlərin qorunması məsələlərinə həsr olunmuşdu. Hal-hazırda biz Türkiyə ilə birlikdə, Türkiyəli həmkarlarımızla birlikdə bu format çərçivəsində qadınlardan ibarət işçi qrupun yaranması təşəbbüsünü irəli sürmüşük və onu irəliyə aparmağa çalışırıq. Düşünürəm ki, bu da yaranacaq, əminəm buna və qadınlar da bu formatda bütün proseslərdə yaxından iştirak edəcəklər. Bu həm təcrübə mübadiləsinə, həm əməkdaşlığa öz töhfəsini, həm də inkişafa töhfəsini verəcəkdir. İkinci bir istiqamət isə Asiya ölkələri çərçivəsində Azərbaycanın iştirakı və töhfəsi məsələlərini. Hazırda biz AGM sədrliyi həyata keçiririk və elə bu sədrliyi təhvil aldıqdan dərhal sonra biz təşəbbüslə çıxış etdik ki, AGM yanında Qadınlar Şurası yaranmalıdır. Biz bunun öhdəsindən gəldik və Azərbaycan ilk dəfə olaraq böyük bir konfrans keçirdi bu çərçivədə. AGM ölkələrindən gələn nümayəndələrin iştirakı ilə və Qadınlar Şurasını təsis etdi və onun ilk iclasını keçirdi. Hal-hazırda Qadınlar Şurasının fəaliyyət planı üzərində iş gedir. Biz qarşıda yəni rəqəmsal imkanlardan istifadə edərək AGM üzv ölkələrin artıq Qadınlar Şurasının üzvü olan müəyyən olunmuş şəxslərin bir neçə belə görüşünü keçirəcəyik və bu görüşdə də həmin fəaliyyət planının müzakirəsi və payızda, oktyabr ayında Bakıda keçiriləcək liderlər sammiti ərəfəsində bizim töhfəmizin ortada olması üçün belə bir işləri aparırıq. Uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qarşıdakı dövr ərzində hansı addımların atılması nəzərdə tutulur? Ümumiyyətlə, uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illəri əhatə edən fəaliyyət planı ilə bağlı vəziyyət necədir? Nə zaman təqdim olunacaq və fəaliyyət planında hansı yeniliklər nəzərdə tutulub? Artıq fəaliyyət planı üzərində
qurumların rəyləri nəzərə alınır və onlar rəy və təkliflərini təqdim edirlər bizə. Düşünürəm ki, biz onu maksimum qısa müddətdə yekunlaşdırıb ilin ikinci yarısında aidiyyəti üzrə təqdim etmək niyyətimiz var. İnşallah inanıram ki, bunun öhdəsindən gələcəyik. Hər iki plan əhəmiyyətlidir. Birinci planda çox vacib məsələləri əhatə edirdi və demək olar ki, o plan üzrə bütün vəzifələr yerinə yetirildi və biz bu sahədə xeyli irəlilədik bütün parametrlər üzrə. İndiki halda rəqəmsal transformasiya dövrüdür. Bilirsiniz ki, Cənab Prezidentin də bununla bağlı müvafiq fərman və sərəncamları var, xüsusi şura yaradılıb və biz fəaliyyətimizi indi artıq daha çox bu müstəvidə genişləndirməyə, onun yaratdığı imkanlardan istifadə etməyə, eyni zamanda qarşımıza çıxardığı risk və təhlükələri nəzərə almağa çalışmaqla reallaşdırmalıyıq. Planın 26-30-cu illər üçün tərtib olunan planda bu məsələlər əlbəttə ki, daha çox yer tutur və bu sahədə əvvəlki mərhələdən fərqli olaraq kiber təhlükəsizliyin, uşaqların rəqəmsal savadlılığının artırılması məsələsi, süni intellekt bacarıqlarının artırılması məsələləri daha üstünlük təşkil edir. Əlbəttə ki, bu da kifayət qədər ciddi məsrəf və ciddi səylər tələb edir. Qanun, daha doğrusu strategiya eyni zamanda qanun yaradıcılığı prosesi üçün də təşəbbüslər hazırlayır və effektiv icra mexanizmlərinin yaradılması, yeni alətlərin. Bilirsiniz, biz strategiyalar qəbul edirik, qanunları qəbul edirik, amma onun icrası prosesi də yeni yanaşmalar, yeni mexanizmlər tələb edir. 16 yaşadakı uşaqların sosial şəbəkələrdə fərdi hesablar açması ilə bağlı məhdudiyyətlər tətbiq olunur. Artıq bir neçə müddətdir ki, həm Milli Məclisdə, həm də müəyyən ərazilərdə, yəni bununla bağlı müəyyən fikir mübadiləsi aparılır. Bu necə icra olunacaq? Bunun icrasını necə görürsünüz və təsirləri necə ola bilər? Mən düşünürəm ki, icra olunacaq mütləq şəkildə, təsirləri də müsbət olmalıdır. Dəyişiklikləri niyə təqdim etdik? Ona görə ki, kiber təhlükələr var, uşaqlarımız zərərli məzmundan, kontentdən əziyyət çəkir, kiber zorakılığa məruz qalır, hansısa platformalar səviyyəsində bu və ya digər cinayət tərkibli əməllərə cəlb oluna bilir, onların məlumatları, şəxsi məlumatları zərərli proseslərdə istifadə oluna bilir. O baxımdan bu sahədə bir qayda yaratmaq vacibdir. Və təklif olunan mexanizmdə Dövlət Komitəsi burada çox ciddi rol oynayıb bu qanunun işlənməsində. İlk 16 yaşadakı uşaqların sosial şəbəkələrdə qeydiyyatının məhdudlaşdırılmasını tələb edir. 16-18 yaş arası uşaqlarınki isə ailə nəzarətinə bağlanır. Yəni valideynin razılığı olmadan o burada fəaliyyət göstərə bilməz. Yeni qaydalar təkcə dövlətin və valideynlərin deyil, eyni zamanda platforma sahiblərinin üzərinə böyük və provayderlərin üzərinə böyük öhdəlik qoyur. Artıq onlar əvvəlki kimi, yəni platformalarda nə baş verirsə, ona laqeyd qala bilməyəcəklər. Bu qanun layihəsində bir sıra yeni təkliflər var. Onlar həm yeni alətlərin yaranmasını, nəzarət və alət monitorinqin, eyni zamanda onun auditinin keçirilməsi istiqamətində də alətlərin yaranmasını nəzərdə tutur. Provayderlər, onların platformaların nümayəndələri Azərbaycanda qeydiyyatdan keçməlidirlər və onlar üçün illik məlumat təqdim etmək tələb olunacaq. Bu və ya digər hallar, zərərli hallar, orada qanuna zidd hallar baş verərsə, onu aradan qaldırmaq məsuliyyəti platformanın üzərinə qoyulur və ondan imtina və yaxud da onu vaxtında yerinə yetirməmək ciddi cəzalara, çox böyük miqdarda cərimələrə və hətta bağlanmaya qədər girib çıxa bilər. Ona görə düşünürəm ki, bu platformaların rəhbərlərini ciddi şəkildə narahat edib və biz hələ buna qədər fikirlərimizi formalaşdırarkən də ən böyük uşaq oyun platforması olan Robloxun rəhbərliyi ilə onlara rəsmi müraciət etdik bir neçə dəfə, daha sonra nümayəndələri ilə onlayn görüş keçirdik və öz fikirlərimizi, mövqelərimizi onların diqqətinə çatdırdıq. Eyni zamanda qeyd etdik ki, biz qanun pozuntusu olacağı təqdirdə
buna laqeyd qalmayacağıq və hətta platformanın bağlanmasına qədər təşəbbüslə də çıxış edə bilərik. Bizim məqsədimiz uşaqları rəqəmsal mühitdən ayırmaq və yaxud da onları tamamilə qadağan edib onun imkanlarından məhrum etmək deyil. Onları burada özünü qoruma imkanlarını artırmaq, onların məlumatlılığını artırmaq ki, onlar belə hallarda necə davranmağın mümkünlüyünü bilsinlər. Eyni zamanda bunu nəzərə almayan tərəflərin də məsuliyyətini müəyyən etməklə hesab edirəm ki, qayda yaratmağa daha çox yaxınıq. Bugün dünyada rəqəmsallaşma prosesi çox sürətlə davam edir və onun önümüzə qoyduğu çağırışlardan da qaça bilmirik, əksinə ondan ayaqlaşmağa çalışırıq. Və Dövlət Komitəsinin ümumiyyətlə bu sahədə nailiyyətləri nədən ibarətdir? Gələcək üçün nələr nəzərdə tutulub? Cənab Prezidentin sərəncamından sonra rəqəmsal transformasiya barədə Dövlət Komitəsi də bu istiqamətdə yol xəritəsinin üzərində işləyir. Və biz artıq müəyyən etməyə yaxınıq ki, biz nə istəyirik və necə istəyirik. Eyni zamanda o özünü konkret hansı layihələrdə əksini tapacaq. Və əlbəttə ki, biz müvafiq komissiya, müvafiq nazirlik və yaradılmış işçi qrupla birlikdə bu fəaliyyəti reallaşdırırıq. Rəqəmsal transformasiyanı Dövlət Komitəsində də biz reallaşdıracağıq. Ümumi bir panel üzərində, panelin yaradılması üzərində çalışırıq ki, o bizim həm fəaliyyətimizi, həm onun nəticələrini, həm də perspektivlərini rəqəmsal şəkildə bir araya gətirə, qeydə ala, lazım olanda ümumiləşdirə və lazım olanda lazımi siqnalı bizə verə. Ənənəvi layihələrimizdən IT zəkanı vurğulamaq istəyirəm. Bu IT zəka və IT zəka kimi də qəbul oluna bilər və deyim sizə ki, ötənlərdə biz bu layihə çərçivəsində xeyli sayda çox bacarıqlı, gənc, yeniyetmə oğlan və qızları bu layihə çərçivəsində yarışmaya cəlb etmişik. Startaplar, elektron tətbiqlər, bu və ya digər dəstək üçün bayaqdan haqqında danışdığımız məsələlər üzrə hansı resurslar yaradıla bilər ki, qadınlar, uşaqlar, müəyyən həssas təbəqələr ondan istifadə edə bilər. Bax, belə platformalar yaratması təşəbbüsləri ilə o yarışıblar və onların içərisində bu yarışmanın qalibləri sonra ən yaxşı dünya dövlətlərindəki ən yaxşı universitetlərə daxil olublar və hesab edirəm ki, bu layihənin də onların həyatında ciddi rolu olub. Bu cür layihələrimizi davam etdirəcəyik. Eyni zamanda uşaq hüquqlarına dair hakatonlar keçiririk ki, uşaqlar bu hakatonlar çərçivəsində həm uşaq hüquqları ilə bağlı maariflənirlər, mövqelərini bildirirlər, həm də hakatonun forması onları bu sferaya daha çox cəlb edir. Əsas işimiz isə dəyişmir. Əsas işimiz insan hüquqlarıdır, ailə məsələsidir, qadın və uşaq məsələləridir ki, onları gündəlik diqqətdə saxlamalıyıq. İndi onun daha müasir, daha praqmatik, daha rəqəmsal və daha çevik vasitələrlə reallaşdırmağa çalışacağıq. Təşəkkür edirəm. Çox sağ olun, təşəkkürlər. Çox sağ olun, minnətdarıq. Beləliklə, bugün Ailə İnstitutunun qorunması, uşaqların müdafiəsi, eyni zamanda qadınların cəmiyyətdə rolu ilə bağlı mühüm məsələlər ətrafında danışdıq. Suallarımızı isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova cavabladı.